Dostlar salam. Excel VBA class modul dərslərimiz davam edir. Bugün artıq 3-cü dərsdəyik. Dostlar biz keçən dərs, yəni 2-ci dərsdə ümumi olaraq deməli klasslar üzərində propertilərdən danışdıq. Yəni klassların propertilərindən danışdıq. Onların let və get tipində olduğundan danışdıq. Həmçinin hər bir klassda, yəni propertidə müəyyən yoxlamaları apara bildiyimizi də gördük. Hansı ki biz buna error handling dedik. Yəni error handler deməli üsullar vasitəsilə biz propertilərdə ümumiyyətlə bu işin prosesinin gedişatında yarana biləcək xətaları, yəni sistem xətaları deyil də, yəni istifadəçinin yarada biləcəyi xətaların qarşısını almağı da həmçinin öyrəndik. Və bu şəkildə dostlar propertidə həmçinin errordan da istifadə etməyi də gördük. Bugündən etibarən isə dostlar biz bizim demək class modulun sonuncu əsas komponenti olan həm class initialize və terminationdan bəhs edəcəyik və bundan da əlavə bəzi obyektlərlə bağlı olan bəzi məsələlərə toxunmuş olacaq. Hansı ki, obyektlərdə təbii ki də hər zaman sadəcə add metodu və s. olmur və ya propertilər olmur. Bundan əlavə add olduğu kimi də, yəni geriyə bunu get edən metodlar da mütləq şəkildə olmalıdır və bunların xüsusiyyətləri necə olacaqdır? Bu günləri bu dərsdə görəcəyik. Yaxşı dostlar, o zaman gəlin birbaşa dərsimizə başlayaq. Elə bayaq da dediyim kimi dostlar, biz keçən dərsdə yəni add metodundan istifadə edərək məlumatlarımızı cədvəl üzərinə ötürə bildik. Hansı ki bu biz bir obyekt yaradırdıq və bu obyekti Excel səhifəsində müvafiq sətir və sütunlara əlavə edirdik. Dostlar, bu hər zaman təbii ki də yəni add metodundan yəni limitli olmur. Bəzən bizə ehtiyac olur ki, burada yazılan obyektin özünü də yəni biz geriyə return edək. Yəni ki, baxın dostlar, burada diqqət ediləcək məqam odur ki, deyə bilərsiniz ki, buradakı get metodları bəs nə işə yarayır? Zaten get metodları orada olan dəyərləri bizə geri qaytarır da, düzdürmü? Lakin dostlar, o bizə tək-tək qaytarır, tamam. Və məsələ odur ki, bu obyekt üzərindən yəni çalışan bir propertilərdir. Yəni ki, mən hal-hazırda obyekti düzəltmişəm, add eləmişəm, nəsə bir iş görmüşəm ki, bu propertilər vasitəsilə mən məlumatı götürə bildim. Əks təqdirdə biz burada hər hansı bir obyekt yaratmasa idik, bu propertilər heç bir işə yaramayacaqdı. Tamam, yəni bu propertilərin yəni buradakı önəmi buydu. Lakin dostlar, indi mənim demək istədiyim odur ki, mənə elə bir proses olmalıdır, elə bir metod olmalıdır ki, mən təkcə məsələn, private ID, name və quantity-ni deyil, bunların hər birini mənə geriyə qaytara bilsin. Dostlar, burada da eyni edə bilərsiniz ki, yenə zaten burada bizə get metodları bunların hamısını geri qaytara bilir də. Yəni tək-tək də olsa biz onları götürə bilərik. Yenə deyirəm dostlar, təkrar olaraq ki, yəni onlar mövcud olan obyekt üzərindən çalışır. Amma mən istəyirəm ki, burada hal-hazırda səhifə üzərində olan, yəni ki, bizim table'ımızda, cədvəlimizdə olan məlumatı mən oradan bir obyekt kimi, baxın dostlar, burada önəmli məqam odur ki, biz bunu obyekt kimi geri qaytarmalıyıq. Yəni ki, mən burada təkcə biri integer kimi, name, string kimi deyil, bunların toplusunu bir obyekt kimi geri qaytaracağıq. Dostlar, çünki bizim member variable'larımız, əsas yəni sütun başlarımız və onların altında olan məlumatlar, yəni bunların hamısı birlikdə bir obyektdir, yəni bir məna kəsb edir. Yəni ki, misal üçün, təsəvvür edin, mənim bir produktım var, onun adı olmasa, onun quantity olmasa və unit price və digərləri olmasa, əslində o bir məna kəsb eləmir. Yəni obyekt kimi hər hansı bir önəmi qalmayacaq. Düzdürmü? Baxın, əslində eyni məntiqdən yola çıxaraq bunların hər birini biz uyğun olan, yəni sətirdə olan məlumatları biz obyektə salıb da onu geriyə return etməliyik. Dostlar, təbii ki də geriyə return etmək demək, yəni geriyə bir məlumat qaytarmaq demək bu function vasitəsilə olur. O zaman gəlin, necə ki burada public sub add metodunu yazdığımız kimi eyni qaydada da bir function yazaraq bu məlumatı geriyə qaytaraq. Yəni ki, dostlar, public deyəcəm, bir function olsun. Təbii dostlar, public function get, misal üçün, hələ ki object, get product deyək, hətta birbaşa. Çünki bizim deməli, klassımızın adı productdır, elə geriyə də bir product qaytarsın. Təbii dostlar, public function, yəni bir function olduğu kimi, aşağıda da, yəni propertilərində ki, getdə olduğu kimi və digər functionlarda olduğu kimi, bu geriyə bir dəyər return etməlidir. Yaxşı, sual. Bu konkret bir ID, sadəcə bir ID geri qaytarmır ki, biz gələk buraya yazaq integer və ya da ki, konkret bir ancaq name geri qaytarmır ki, buraya yazaq string. Bunlar, yəni bu get product deməli funksionu nəyi qaytaracaq dostlar? Yəni toplu şəkildə bunların hər birini eyni vaxtda qaytaracaqdır. Dostlar, baxın, bayaqlar epizodunu vermişdim əslində sizə ki, bunların hər biri toplu şəkildə bir yerə toplananda
bu bir obyekti ifadə edir. O səbəbdən obyektimizin adı nə olmalıdır? Necə ki, digərlərinin obyektin adını, yəni tipinə nə qoymuşuqsa, CLS product, buna da eyni qaydada CLS product deməliyik. Baxın dostlar, artıq alışmışın yəni kənarında bir dənə də bir mənzərə qarşılaşdıq. Biz normalda yazırıq bura integer, nə bilim və s. Yəni geri qaytarmaq dəyəri olaraq, yəni geri return dəyəri olaraq. Lakin artıq burada nə yazdıq? CLS product-ı yazmış olduq. Yəni ki, biz artıq geriyə mütləq şəkildə bir product tipində, CLS product tipində olan bir obyekti geriyə qaytarmalıyıq. Yaxşı dostlar, o zaman gəlin indi təbii ki də bizim məlumatlarımızın hamısı hardadır? Səhifə üzərində ikinci sətirdə. Baxın dostlar, biz normalda ümumiyyətlə bir produktı, yəni geriyə bir obyekt qaytarmağımız üçün, bir produkt obyekt qaytarmağımız üçün ümumiyyətlə ortada nə olmalıdır? Bir deməli product obyekti olmalıdır. O zaman gəlin dostlar, yaradaq. Deyək ki, product as new, hətta fikir versəniz birbaşa yəni product as new sales product yaratdım. Çünki burada mütləq şəkildə biz nəsə geri əlavə edəcəyik. Əks təqdirdə keçən dərslərdə dediklərimiz kimi, yəni həm bu şəkildə istifadə edə bilərsiniz, həm də bu şəkildə istifadə edə bilərsiniz. Dostlar, yazdıqdan sonra dim product as new, product as new sales product yazdıqdan sonra gəlin bu produktı artıq nə edək? Düzəltməyə çalışaq. Baxın dostlar, indi burada önəmli bir məqam var. Desəz ki, add metodu vasitəsilə bunu düzəldək, bu düzgün deyil. Çünki niyə? Add metodu sadəcə yəni product, yəni obyekti düzəltmir. Həmçinin eyni vaxtda da səhifə üzərində əlavə edilir. Yəni biz bu add-dən istifadə edə bilmərik. Bəs yaxşı, add-dən istifadə edə bilməsək, başqa bir də metod da yoxdur axı, sadəcə misal üçün member variable'ları dolduracaq. Bax dostlar, əslində onun haqqında bir metod yoxdur ki, yaza bilərik. Amma o yoxdursa da problem yoxdur. Onun əvəzində bizim nələrimiz var? Bizim propertilərimiz var. Dostlar, property, daha doğrusu product.id deyirəm. ID-miz nə olacaq dostlar? Bax, əsas məqam buradır. İndi bizim məlumatlarımız hələ ki səhifənin üzərindədir. Gəlin bu səhifənin üzərindən elə birbaşa götürək. Deyək ki, dostlar, misal üçün sales ikinci sətirdə və birinci sütunda olan dəyəri götürəcəm. Dostlar, indi hələ ki burada təbii ki mən əlimlə belə manual yazıram, yəni hər bir sətir sütunu. Çünki bu bugün 2-dir, sabah 3 də ola bilər əslində. Yəni hələ ki bu şəkildə bir praktikamızı edək, daha sonra bu işi biraz daha professionallaşdırmağa çalışarıq. Dostlar, product nöqtə eyni qaydada bərabərdir sales və ikinci sətirdə, daha doğrusu ikinci sətirdə və ikinci sütunda nöqtə value product nöqtə eyni qaydada nəmiz var burada bizim? Baxaq, quantity'miz var, bərabərdir sales 2 və üçüncü sütunda eyni qaydada dostlar product nöqtə kateqori deyək, o da bərabərdir sales 2, daha doğrusu 2 və dördüncü sütunda sürətli şəkildə dolduraq dəyərlərində sales price əvəzinə unit price birinci olsun, sales 2, 5 nöqtə value və həmçinin dostlar product nöqtə sales price-ı da gətirib yazaq. Və dostlar 2, bu da 6 olmuş olacaqdır. Baxaq dostlar, bəli 5, 6 hamısı yerinə oturdu. Təbii burada biraz daha optimallaşdırma edə bilərsiniz. Hər dəfə product demək əvəzinə dostlar, bu obyekt olduğu üçün biz də obyektlə işləyir. Elə bu bizim daxilində bu end-vizi də bu şəkildə, yəni product-da bu şəkildə yaza bilərsiniz. Artıq bundan sonra bunların hər birini buradan çıxardaq, product-ları sadəcə propertilərin adları qalsın və qabaqlarında isə hardan dəyər götürəcəklər, onlar qalmış olsun. Və dostlar, product-ı yığdıqdan sonra, yəni bunun üzərinə deməli əlavə etdikdən sonra heç nə function olduğu üçün nə etməlidir dostlar? Sadə bir şəkildə o əlavə olunan product-ı da geriyə qaytarmalıdır. Və dostlar, gəlin indi baxaq. İndi mən istəyirəm bu bana test 1 deyim. Bunun da həmən altında bir dənə deməli public sub test 2 adında bir sub prosedur düzəldək və bunu orada yoxlayaq. Dostlar, gəlirəm. İndi deyəcəm, belə bir şey olsun. Təbii ki də, dostlar, mən artıq sales product-ın içərisində olan get product metodundan istifadə etməyim üçün ümumiyyətlə birinci, təbii ki də nə olmalıdır? Ortada bir product adında bir obyekt olmalıdır. Yəni ki, mən geriyə bir obyekt qaytarmağım üçün eyni qaydada bir obyekti də malik olmalıyam, düzdürmü? O səbəbdən gəlin belə bir şey deyək. Product deyəcəm as new sales bir product. Yəni mən bu product obyektindən istifadə edərək gedib nə edəcəm indi? Bu produktı geriyə, daha doğrusu lazım olan produktı geriyə qaytaracam. Dostlar, burada 2 dənə əslində dəyişəndən istifadə edə bilərsiniz. Belə baxdığınızda, yəni hətta birinci onu göstərim, daha sonra bu üsulla göstərərik. Yəni ki, normalda misal üçün dim request product deyə bilərsiniz. Yəni ki, misal üçün dim request product as new
Tamam, sales product deyərsiniz. Yəni ki, mən bu dəyişən vasitəsilə request deyəcəm və bunu get product'ı çağıracağam. Amma təbii ki, dostlar, get product geriyə nə qaytarır? Get product geriyə bir obyekt qaytardığı üçün elə mən bu obyekti də bir obyekti saxlamalıyam. Onun üçün də mənə nə lazımdır? Bir dənə də həmin obyektləri geri qaytaran obyekti saxlamağım üçün də bir dənə də response demək üçün, məsəl üçün, adi product deyək də buna. Product as new sales product qoyaq. Yəni bu gələn produktın özünü dostlar bir produktda saxlayaq. Təbii ki də obyektlərlə işlədiyimiz üçün dostlar mütləq şəkildə bunun qarşısında set yazmağımız mütləqdir. Çünki əksəriyyətdə bu qəbul olunmaz. Və yenidən bu kodu danışmaq istəyirəm sizə dostlar. Çünki bəzi ola bilər qaranlıq qaldı. Baxın dostlar, biz CS product adında bir klassımız var. Bu klassın içərisində bir dənə metodumuz var. Bir functionumuz var. Bu function gedir, nə edir? Lazım olan sətirdən dostlar geriyə həmin o dəyərləri bir product obyektinin içərisinə toplayaraq geri qaytarır. Və dostlar, geri qaytardığı dəyərdə həmçinin bir produktın obyekti olduğu üçün mən də onu product obyekt şəklində tutmalıyam. Və artıq bundan sonra dostlar biz produktın içərisində geri dönən, yəni geri qaytan produktı görə biləcəyik. Gəlin dostlar, bu dəyərlərimizin hamısını bir yoxlamağa çalışaq. Dostlar, F8 ilə addımlayıram. Baxın, məlumatlarımız yarandı. Təbii ilk öncə request product, get product vasitəsilə bu metod çağırılmalıdır. Baxırıq, çağırılır. Dostlar, baxın, həmən gəlin view bölməsində, locals pəncərəsində dostlar baxaq. Hal-hazırda baxın, sales product'ın içərisindəyəm. Nə baş veribdir? Baxın, bir product, yəni sales product tipində olan bir product obyekti yarandı. Hələ ki, təbii ki də içərisi nədir? Boş. Və təbii ki də fikir versəniz dostlar, get product'ın özünə də nothing yazır. Deyə bilərsiniz ki, dostlar, biz normalda bilirik axı, yəni nothing dedikdə əksər vaxtda dəyişənlərdə bu nothing olurdu. Niyə functionlarda bu nothing olur? Çünki dostlar, artıq biz functionu nə ilə ifadə edirik? Yəni onun geri dönüş dəyəri sales product olduğu üçün o hələ ki nothing deyə yazır. Əksəriyyətdə indi birazdan o nothingdən yəni artıq qurtulmuş olacaqdır. Dostlar, F8 təbii ki, bütün propertilər artıq çağırılır. Həmən hamısı çağırılsın sürətli bir şəkildə və ən sonunda dostlar sales price də əlavə olunur. Baxın dostlar, hamısı içəriyə yəni daxil edildi və bundan sonra end biz deyəcəm. İndi fikir verin dostlar. Get product normalda nədir? Nothing idi. İndi isə F8-i bir dəfə kliklədiyimiz zaman təbii ki də xəta verdi. Fikir versəniz, burada get product-da imini burada xəta verdi. Səbəbi nə idi dostlar? Çünki as sales product bir obyekt geri döndüyü üçün eyni qaydada burada da təbii ki də mütləq şəkildə set etməliyik. Bunu unutmuşam, üzr istəyirəm. Həmin dəqiqə yenidən bu prosesi başladaq dostlar. Baxın, F8 ilə hamısını addımladım və product bölməsində fikir verin dostlar. Hamısı dolduruldu və get product artıq bayaq nothing idisə, indi isə dostlar fikir verin, get product'ın içərisində məlumatlarımız var. Yəni ki, dostlar, bayaqları product'ın içərisinə toplanan dəyərlərin hər biri nə baş verdi? Get product'a ötürüldü. Dostlar, baxın, burada bir şey də göstərmək istəyirəm, elə yeri gəlmişkən. Artıq biz product'dan sadəcə səhifə üzərində olan məlumatları toplamaq üçün istifadə etdik, düzdürmü? Və onu ən uzağı daha sonra get product'a ötürdük. Yəni ki, mənə hal-hazırda əsas önəmli olan get product'ın içərisinə ötürülmüş məlumatlardır. İndi sizə sual versəm ki, artıq bundan sonra product'a yəni ehtiyac varmı? Yəni belə baxdığımızda baxın dostlar, həm get product, həm də product il məlumatları yəni özündə ehtiva edir. Yəni bundan sonra mən artıq gəlib də yəni product'a ehtiyacım olacaqmı? Təbii ki də xeyr. Baxın, bunun həmin anda birbaşa ilə nothing etmək də əslində tövsiyə olunan bir variantlardandır və bunu product'a nothing etdikdən sonra artıq yaddaşda təkrar məlumatları saxlanır. Və dostlar, bunu həmən bağlamaq istəyirəm və F8-də bir dəfə də addımlayanda artıq baxın, request öz işini bitirdi və bütün məlumatların hər birini product'ın içərisinə salmış oldu. Gəlin bunu da eyni qaydada locals pəncərəsində yenidən baxaq. Baxın dostlar, geriyə qayıdan bu requestdən geriyə qayıdan dəyərlərin hər biri hamısı artıq hardadır? Bizim deməli food product yəni obyektinin içərisindədir. Və təbii ki dostlar, artıq product'ın özü bir obyekt olduğu üçün və özündə bax, bu member variable'lar və içərisində məlumatları ehtiva etdiyi üçün siz artıq bilirsiniz ki, debug print vasitəsilə gəlib də product'dan, misal üçün product'ın, baxın dostlar, bütün metodları gəldi, name'ini misal üçün götürə bilərik. Baxın dostlar, S8 dediyimiz zaman get metodu çağırılır və məlumatı götürəcək. Baxın dostlar, fikir verin, biz keçən dərsdən fərqli olaraq bu səfər
artıq add əvəzinə get etmiş olduq. Yəni ki, qısa bir kodlar vasitəsilə fikir verin, burada olan məlumatların hər birini nə iş gördük? Yəni geriyə qaytara bildik. Hətta dostlar, bir məsələni göstərmək istəyirəm. Biz get product demişik, düzdürmü? İndi burada product name dedim. Yəni ki, sadəcə name'i belə deyək, çapa vermiş oldum. Yəni bunların hər birini public sub show deyə bir metod daxilində yazaq. Yəni ki, mən bunu çağırdıqdan sonra birbaşa show-unu çağırdığım anda nə baş versin, nə səhifə üzərində nə məlumat varsa, onların hamısını demək çapa vermiş olsun. Baxın dostlar, burada təbii ki də member variable'lardan da istifadə edə bilərsiniz. Həmçinin də yəni eyni qaydada property'lərdən də istifadə edə bilərsiniz. Mən indi burada member variable'lardan istifadə edirəm hələ ki. Sürətli bir şəkildə dolduraq dostlar. Nə olacaqdır? Təbii ki də burada bir dənə quantity olmuş olsun. Eyni qaydada bunun kateqoriyası olsun və unit price-ı, deməli unit price-ının nə qədər olduğuna bir baxaq. Eyni qaydada isə sales price-ının da nə qədər olduğuna baxaq. Təbii ki də bunları da sürətli bir şəkildə düzəltmək istəyirəm. Quantity, həmçinin kateqori, həmçinin deməli unit price və həmçinin də sales price olacaqdır. Və xatırlayırsınızsa dostlar, bizdə əslində bir dənə də revenue da var idi. Nəyə revenue ehtiyac yoxdur. Yəni onun həmçinin də burada yaza bilərsiniz. Baxın dostlar, bu metod da, yəni show metodu da digər metodlar kimi hamısı member variable'larından property'lərlə işləyən bir metod oldu. Yəni ki, siz artıq bilirsiniz ki, gəlib də mən burada product dediyim zaman və show dediyim zaman əslində bax bu show metodu gələn məlumatın, yəni səhifə üzərindən götürülən bu məlumatı nə edəcəkdir? Show etməlidir. Dostlar, unutmadan həmən baxın burada da set product as bir nothing deyək. Yəni bu əlimizi buna alışdıraq. Həmçində set request product. Onun özü də bir nəticə olaraq obyekt olduğu üçün CS obyekti. Onu da eyni qaydada nothing-ə çəkməyimiz daha, yəni yaddaşdan optimal istifadə etməyimizə yol açır. Və dostlar, gəlin indi birbaşa run edək və run. Run etdikdən sonra dostlar, fikir verin, sərgəli bir şəkildə bütün məlumatların hər birini burada görə bilərik. Və bu da bizə bir işarə verir ki, dostlar, biz səhifə üzərindən məlumatı çox rahat və çox sadə bir şəkildə bu şəkildə götürə bilərik. Dostlar, mən bu get product deməli funksiyasına, bu funksiyona kiçik bir düzəliş etmək istəyirəm. Hansı ki, fikir versəniz burada sadəcə ikinci sətirdən məlumat gətirir. Aydın məsələdir, biz test olaraq bunu yazmışdıq. Lakin bu şəkildə olmasın. Misal üçün belə bir şey deyək. Dostlar, mən by val bir r deyək, yəni sətir mənasında. Bu bir integer tipində olsun və bundan sonra mən hansı sətir demişəmsə, getsin həmin o sətirdən belə deyək, məlumatları gətirsin, gəlsin. Yəni ki, dostlar, burada request get product deyəcəm və burada, misal üçün, ikinci sətirdən bir məlumatı gətirmiş olsun. Dostlar, yenidən gəlin bunu yoxlayaq. Baxırıq və F5 ilə run etdiyimiz zaman məlumatların hamısını gətirdi, gəldi. Və indi isə dostlar, mən istəyirəm ki, bir neçə dənə məlumatı əlavə edək, hansı ki, test bir subprosedurunda biz yəni artıq bizim kodumuz hazırdır. Breaddən sonra bir dənə də tutaq ki, water olsun, tutaq ki, onun da sayı 20 dənə olsun. Bunun deməli kateqoriyası drink ola bilər. Tutaq ki, nə bilim 0.50 qəpik mənasında mayası olsun və bu da tutaq ki 1.80, yəni daha 0.80-ə satılmış olsun. Və dostlar, run deyək, məlumat əlavə deməli artıq edildi. Təbii ID-sini unutdum dəyişmək. Yəni burada əlimizdən dəyişək. Bir dahaki səfər əlimizdən dəyişərik burada. Burada 3 deyək və waterdan sonra başqa nə olsun? Tutaq ki, RC car olsun, yəni remote control car olsun. Bu da enter time versə bir dəyəri olsun. Bundan tutaq ki 5 dənə və 15 manatdır və satış dəyəri isə 25 olsun. Təxminən belə bir test olaraq məlumatları F5 ilə bir dəfə bunu kliklədiyimiz zaman o da gəlib məlumatlar bura yazılmış olacaqdır. Ondan sonra tamam, biz məlumatlarımızı əlavə etdik. Yaxşı. Biz indi isə gəlin görək. Bax bu artıq bura yazdığımız dəyər vasitəsilə biz bunları geri qaytara bilərik. Dostlar, indi 3 yazdım, yəni 3-cü sətri yazdım. Run düyməsinə kliklədiyimiz zaman baxın, water getirdik, getdi, gətirdi, gəldi. Eyni qaydada 4 yazsam, bu səfər isə RC car-ı gətirib gəldi. Demək ki, bizim bu funksiyonumuz artıq doğru bir şəkildə çalışacaqdır. Yaxşı dostlar, fikir versəniz biz nə iş gördük? Yəni hər dəfə 4, 2, 3, yəni biz konkret hansı sətri demişiksə, gedib də həmin o sətirdəki məlumatı bizə gətirib gəlir, düzdürmü?
Bəs yaxşı, belə bir şey ola bilərmi? Bizim istifadəçimiz və ya da ki, istifadəçimiz olmasın, ümumiyyətlə biz elə bir proses yaza bilərik ki, bu prosesdə bizə təkcə bir dənə filan bir sətirdə olan məlumat deyil, yəni bir neçə dənə sətirdə olan məlumat eyni vaxtda lazım ola bilər. Yəni toplu şəkildə biz bu məlumatların hər birini götürmək istəyə bilərik. Yəni ki, mən bütün məlumatları götürüb də onların total kvantitisini tapmaq istəyə bilərəm. Dostlar, belə olduğu təqdirdə artıq biz yəni bu şəkildə bir iş görə bilərik. Gəlin dostlar, ilk öncə bunu yəni bilinən bir qaydalarını, yəni ən azından əlimizdə hansı bilgi varsa, onlardan istifadə edərək bu bir neçə dənə məlumatı eyni vaxtda saxlamağı bir öyrənək. Dostlar, təbii ki də siz artıq bilirsiniz ki, yəni mən misal üçün bir dəyişəndə, tutaq ki, number adında bir dəyişənim var. Təbii ki, number dəyişənində aydın məsələdir ki, bir dənə dəyər saxlaya bilirəm. Yəni ki, ikinci dəfə mən gəlib də burada number bərabərdir 2 desəm, aydın məsələdir ki, o biri silib də yerinə nə yazacaqdır? Onu 2-ni yazacaqdır. Yəni eyni vaxtda mən 2 dənə dəyəri eyni vaxtda saxlaya bilmirəm. Lakin bunu bizə təmin edən nədir? Bu təbii ki də numbers, misal üçün deyək, as bir integer kimi və bu bizə yəni array vasitəsilə bu işi görə bilərik, düzdürmü? Dostlar, hansı ki bu yazılışdan siz artıq görə bilərsiniz ki, yəni numbers deməli arrayində 1-dən 2-yə qədər tutaq ki, yəni 2 yer ayrılır, 2 indeks ayrılır və integer tipli dəyərləri biz orada saxlaya bilirik. Yəni ki, bir arraydə və bir dəyişəndə biz bir neçə dənə məlumatı eyni vaxtda saxlaya bilirik. Baxın dostlar, bizim кейsimizdə əslində buna uyğun gəlir. Biz artıq bir dənə məlumat deyil, yəni bir dənə məhsul deyil də, biz birdən artıq dənə məhsulu eyni vaxtda saxlamalıyıq. Zaten bu bizə artıq bir işarə verir ki, biz burada mütləq şəkildə nədən istifadə etməliyik? Arraydən. Yaxşı dostlar, mən burada deyim, misal üçün bu burada olsun bir products. Tamam, deməli products. Və dostlar, bu bir arraydir. Tamam, hər iki ölçüsünü bilmirəm də nə qədər olacaq, misal üçün və as bir indi. Əsas məsələ buradadır. Mən burada nə yazmalıyam? Integer yazdım, string yazdım. Desəz ki, mən burada ancaq ID-ləri saxlayacağam, həddi onda integer olsun. Amma başqası deyəcək ki, yox, axı mən sadəcə ID-lərdən istifadə edəcəm, axı mən tutaq ki, name-lərdən istifadə edəcəm, string olmalıdır. Başqası deyəcək ki, mən sales price-lərdən istifadə edəcəm, double olmalıdır. Dostlar, hər hansı birini yazmağımız, yəni eyni vaxt üçün də yazmağımız mümkündürmü? Xeyr, bunlardan hər hansı birini yazmalıyıq. Lakin dostlar, biz yuxarıda digərlərində burada olduğu kimi də nə demişdik get productda? Biz burada sadəcə ID, sadəcə name üzərinə artıq getmirik. Biz bunların hamısı bizə lazımdır. Dostlar, və təbii ki də bunların da hamısı, member variable-ların da hamısı toplanıb birləşəndə ortaya nə çıxardır? Bir product çıxardır. Demək ki, dostlar, mən artıq geriyə bir product qaytaracağım üçün, yəni məsələn get product vasitəsilə və həmçinin bir dənə deyil, eyni vaxtda bir neçə dənə produktı mən artıq geriyə qaytarıb saxlayacağım üçün təbii ki də birinci array olmalı idi və product tipli obyektləri də arraydə saxlamağım üçün də həmin arrayin də tipi nə olmalıdır? Mütləq şəkildə CSS product tipində dostlar olmalıdır. O da gəlin hələ ki yəni bilinməyən bir array tanımlamayaq. Birbaşa misal üçün dim products 1-3 deyəcəm. Yəni 3 dənə yer ayırsan illəri başdan. Hələ ki redim eləməyə falan ehtiyac yoxdur. Və birbaşa artıq dostlar biz baxın bu produktun yəni arrayin içərisini doldura bilərik. Gəlin belə bir şey deyək. Bir dənə də product deyək as new CSS deməli product obyekti yaradaq. Və yerində də yadımızdan çıxmamış bu produktın özünü həmən nothing eləyək. Əlimizə bu şəkildə alışdırmamız daha yaxşıdır. Və gəlin artıq bu produktun içərisini dolduraq. Misal üçün product deyə bilərəm. Tamam. Və produktun birinci indeksinə tamam mı? Bərabər olsun. Nə? Product dəyişənindən. Get product deyəcəyik. Onun da hansı sətri? Misal üçün ikinci sətrində olan ola bilər. Dostlar, dayanmadan yerindəcə baxın product'ın ikinci deməli indeksində mən eyni qaydada productdan gələn get product deyəcəm. Burada isə 3-cü sətirdə həmçinin dostlar products deyərəm. Bu 3-cü indeksdə isə bu productın deməli get product və 4-cü deməli sətirdə olanı götürə bilərəm. Baxın dostlar, eyni vaxtda mən əslində baxın bu sətirlərdə olan məlumatların hər birini bir arraydə artıq toplaya biləcəm. Gəlin baxaq. Dostlar, indi F8 ilə addımlayaq, amma addımlamışdan öncə mən istəyirəm birbaşa localhost pəncərəsinə açaq və bütün gedişatı localhost pəncərəsində də görək.
Dostlar, yadımızdan çıxmamış burada set eləyək. Bayaq kimi yadımızdan çıxmasın. Çünki təbii artıq biz yəni array belə olmasına baxmayaraq biz deməli product obyektləri ilə işlədiyimiz üçün mütləq şəkildə hər bir deməli obyekt digərinə set edilməlidir. Dostlar, gəlin həmin F8 ilə addımlayaq. Baxın dostlar, deməli biz array, daha doğrusu F8 debug rejimində addımladığımız anda baxın bizim nəyimiz yarandı? Product arrayimiz yarandı. Hansı tipdədir? Baxın, select product. İçərisində 3 dənə obyektin yerini artıq hazırlayıbdır. Hər biri hələ ki nədir? Nothing. Və dostlar, F8 ilə addımlayıram. Gəlin bunları bu hissəsini, get product hissəsini artıq sürətli keçək. Çünki artıq bunu bilirik işlədiyini. Və geriyə nəyi qaytarır dostlar? Baxırıq, get product'ın içərisində birinci bread məhsulunu qaytardı. Qaytardığı anda dostlar, artıq diqqətlə baxırıq. Product array içərisində baxın, product 1 indeksində olan dəyərləri fikir versiniz, həmin sətirdə olan məlumatları geriyə qaytardı. Eyni qaydada F5 bir tərəfdə klikləyək. Bu səfər product 2-nin ikinci indeksə drink'i, yəni photo-da əlavə etdi. Və bir digərində isə dostlar, artıq üçüncüyə o bir məlumatı əlavə etmiş olacaqdır. Dostlar, fikir verdiniz, bu dəqiqə bu array-in daxilində artıq product obyektinin, yəni məlumatları, daha doğrusu product tipində olan 3 dənə məlumat bunun içərisində yerləşir. Baxın dostlar, biz artıq həmin bu array-dən istifadə edərək birbaşa onun içərisində olan dəyərlərə çata bilərik. Gəlin yoxlayaq. Dostlar, mən deyirəm ki, product-ın misal üçün dostlar, birinci indeksində olan, dostlar, sual, birinci indeksində olan dəyər nədir? Dostlar, birinci indeksində olan dəyər product 1, yəni ki, food, bread, yəni adı food olan, ID-si 1 olan nəticə olaraq nədir? Bir product obyektidir. Dostlar, biz product obyektinə əlimizdə artıq bu varsa, bizim əlçatanlığımız buna varsa, təbii ki də product obyekti də özündə series product klassının bütün hər bir şeyin özündə cəmliyirmi? Yəni ki, add metodları, get productlar, nə bilim, show və s. nə var, nə yox, hamısına əlçatanlığı varmı? Gəlin bunu bu şəkildə yoxlayaq. Nöqtə dediyim anda, dostlar, nə baxın, bütün məlumatların hamısı həmçinin burada gəlmiş oldu. Və dostlar, mən bundan sonra show desəm, artıq fikir verin. Yazdığımız koddan nə görünür? Sanki görünür ki, array-in birinci indeksindən olan dəyəri show eləmək. Amma dostlar, array-in birinci indeksində olan dəyər nədir? Artıq bilirsiniz. O bir series product obyektidir. Və dostlar, F5-ə kliklədiyimiz zaman, baxın dostlar, həmin məlumatları hamısını gətirmiş oldu. Fikir versiniz dostlar, artıq fikir versinizsə modullar daxilində necə qısa bir məlumatlar yazırıq artıq. Yəni ki, konkret uzun məlumat yazmağımıza və ya məsələ işləməyimizə gərək qalmır. Yəni çox qısa kodlar vasitəsilə biz bu işləri görə bilirik. Hətta dostlar, burada bir dənə döngü də yarada bilərsiniz. Sizin əgər məlumatlarınız misal üçün çoxdursa, yəni burada artıq bir döngü yaradacaqsınız və bu döngüdən istifadə edərək nə edəcəksiniz? Həmin məlumatların hamısını bu array-in içərisinə toplayacaqsınız. Aha, dostlar, elə yeri gəlmişkən. Tam bu hissədə mən istəyirəm ki, elə array məsələsini də bir başqa növünü də burada sizə göstərim. Necə ki, dostlar, biz burada nə etmişik? Get product deyib də geriyə bir ədəd obyekt qaytarırıq. Düzdürmü? Nəticə olaraq mən nə sətri ötürürəmsə, o sətrə uyğun olaraq məlumatı gətirib gəlir. Bəs yaxşı dostlar, mən hər dəfə 2, 3, 4 və s. nə bilim for döngülərindən falan istifadə etmədən elə bir şey ola bilərmi ki, o bizə geriyə, yəni bütün obyektlərin, yəni bütün produktların hər birini qaytarsın. Dostlar, gəlin o zaman, yəni nəsə bir şey etməyə, bir function yazmağa çalışırıq. Dostlar, təbii geriyə mən nəsə bir dəyər qaytarmalıyam. Bu o deməkdir ki, dostlar, mən bəri başdan burada nədən istifadə etməliyəm? Public function-dan, düzdürmü? Bəs yaxşı, adını qoyaq. Get, misal üçün, all product, tamam, get all products deyə bir adlandırma edə bilərik. Dostlar, get all products deyəcəm. Nəsə bir məlumat artıq argument parametre ötürməyimizə gərək yoxdur. Çünki adı üstündə bütün məlumatlar getirəcək. Yəni, hansı bir sətirdə olmaması heç bir fərqi yoxdur. Yaxşı dostlar, function olduğu üçün də geriyə bir dəyər qaytarmalıdır. İndi, yaxşı, geriyə bu nə dəyər qaytaracaq? İndi sual. Əsas məsələ burada yenidən sual verirəm ki, geriyə hər hansı bir ID name qaytarmayacaq. Artıq biz bunu bilirik. Bunların hər birini qaytarmalıdır. Bunların da hər biri bir obyekti deməli təmsil edir. Lakin dostlar, geriyə axı bir dənə obyekt qaytarmayacaq. Birdən artıq obyekt qaytaracaq üçün, baxın dostlar, bu bizə, burada artıq biz, yəni series product-dan yenə eyni qayda istifadə edəcək, yenə bir tip olaraq. Lakin geriyə array qaytaracağını da mütləq şəkildə qeyd etməliyik. Dostlar, bilməyənlər üçün deyim, yəni as series product, yəni tipin adını yazırıq və
arxasına bu şəkildə mötərizəmizi qoyduqda artıq bunun bir geriyə array qaytaracağını göstərəcək. Dostlar, baxın indi artıq mən nə iş görəcəm? Həmin o dəyəri, yəni bu məlumatları, səhifə üzərində olan bu məlumatların hər birini artıq array-in içərisinə toplamalıyım. Bax, burada olan məntiqdən aşağı-yuxarı istifadə edəcək. Dostlar, ilk öncə bizə bu səhifə üzərində adlanmamız üçün bir iterasiya lazımdır. Lakin dostlar, təbii bunu biz iterasiya ilə də eləyə bilərik, amma təbii daha yaxşı üsullarını deyəcəm. Çünki iterasiya etmək demək dostlar, hər bir sətirdə, hər bir sütunda tək-tək bütün deməli xanələrə müraciət etmək deməkdir. Əslində bu dostlar biraz maliyyətli bir işdir. Yəni ki, biraz yükləyən bir işdir bizim proqramı. Yəni ola bilər burada hələ ki 3 dənə deməli sətirdə məlumat var. Yəni bu yüzlərlə, minlərlə olanda bu artıq bunun işləməsi biraz daha gecikə bilər. Bu səbəbdən daha yaxşı bir üsul vasitəsilə istəyirəm ki, mən bunu edeyim. Bu da nədir dostlar? Əvvəlki videolarımıza baxanlar biləcək, arraylər vasitəsilə biz koda sürət qazandırmışdıq. Bax, həmin o arraydən istifadə edərək indi bu məlumatların hamısını mən bir array daxilindən yığa bilərəm. Yəni ki, məlumatların, bu səhifə üzərində olan məlumatları birbaşa ilk öncə arrayyə toplayaq. Bunun üçün deyəcəm dostlar, deməli, product range. As bir, təbii ki, nə kimi? Bir range kimi. Range deməyək daha doğrusu, bu variant olsun. Çünki mən məlumatları range üzərindən götürüb də array-yə toplamalıyam. Lakin array hal-hazırda həm integer var içərisində, həm stringlər var, həmçinin digər tiplər var. Bu səbəbdən variant olması daha yaxşıdır. Və bu product range-mə mən nə edəcəm? Elə baxın dostlar, range R2-dən tamam, R2-dən etibarən hansı sütun sətrə qədər? Ta ki, F4 sütununa qədər, dostlar bu şəkildə F4 deməli sütununa qədər bütün hamısını götürsün. Dostlar, burada fikir versəz F4 yazdım. Siz bunu əslində dinamikləşdirə də bilərsiniz. Yəni dinamikləşdirək. Dim LR as bir integer olsun və bu product range edilməmişdən qabaq elə birbaşa sales, tamam, rows, count, ending cell, up nöqtə, row deyək. Bu şəkildə son sətr tapaq və bu F4-ün əvəzinə artıq dostlar biz nə edəcəyik? Bu last row. Artıq bu avtomatik olaraq bunun içərisinə götürəcəkdir bunu. Dostlar, gəlin baxın, elə bu yazdığımızı, təkcə bu yazdığımızı mən istəyirəm ki, hər ikimizə bu hissəyə qədər olan bölməni deməli eləyək. Biz deməli yoxlayaq. Dostlar, public sub test 4 deyəcəm. Sadə bir şəkildə dostlar, belə bir şey eləyək. Dim product as new sales product deyək və product nöqtə get all product'ı sadə şəkildə çağıraq. Burada əslində biz çağırdığımız anda bizə xəta vermə ehtimalı var, çünki bizdən geri dəyər gözləyir. Bir an baxaq, görək xəta verirmi? Vermir hələ ki. Ok, lap yaxşı. Nə göstərmək istəyirdim dostlar? Bir an baxaq. Localhost window'da mən istəyirəm ki, bu product range-in içərisinə, yəni bu array-in içərisinə bu məlumatlar ötürüləndə necə görünəcəkdir? Bunu göstərmək istəyirəm. Dostlar, baxın, bir dənə də üzərindən keçdikdə product range-in içərisində ilk öncə göstərmək istəyirəm ki, 1-dən 3-ə qədər və 1-dən 6-ya qədər, yəni 2 ölçülü massiv yaratdı, bir array yaratdı. 3 olan, yəni ilk ölçüləri 1-dən 3-ə olan, aydın məsələdir ki, bunun sətir sayını bildirir. Digəri isə 1-dən 6-ya qədər olan hissəsi isə bunun da sütun sayını bildirəcəkdir. Bu içərisində açıq baxdığımızda, baxın, birinci sətirdə olan məlumatlar, həmçinin ikinci sətirdə olan məlumatları bu şəkildə görə bilərsiniz. Artıq dostlar, biz bu deməli, array üzərində addımlayaraq məlumatlarımızın hamısını öz deməli, əsas array-imizin içərisinə toplaya bilərik. Dostlar, gəlin elə əsas array demişkən bir əsas array-imizi də yaradaq. Misal üçün, buna nə olsun? Deməli, əsas product, yəni result product yazı bilərdim. O nəsə product yazdım, problem deyil. As bir, təbii bu bir nədir? Artıq bir array-dir. Bu CLS, as, yəni CLS yazamadım. As CLS product kimi qarşımıza durmalıdır. Necə ki, yuxarıda etdiyimiz kimi. Lakin dostlar, bizim indi misal 3-də, yəni test 3-də etdiyimizdən fərqli olaraq, axı biz bilmirik hər dəfə nə qədər məlumat gələcəyində, düzdürmü? O səbəbdən mən bunun hələ ki içərisini boş buraxacağım. Yəni, mən yazsam ki, bura 1 to 3, tamam mı? Bu səfərlik çalışacaqdır. Çünki həqiqətən də bu dəqiqə bizim 3 dənə toplamda məhsulumuz var. Amma sabahlar artıq azala bilər, düzdürmü? Yəni, bu şəkildə bir hər dəfə eləyəm, əlimlə düzələsi deyiləm. Bunun da özünü nə eləməliyəm dostlar? Artıq mən, baxın dostlar, redim deyəcəm, product'ın özünü dim 1 to LR deyərək bunu dinamikləşdirə bilərik. Həqiqətən də toplamda mənə 3 dənə sətrin olması kifayət edir. Çünki 3 dənə məhsulum var. 3 dənə məhsul demək, 3 dənə də obyekt deməkdir. Artıq ilkin olaraq dostlar, mən bu array üzərində
artıq nə edirəm? Addımlaya bilərəm. Bir dənə də i dəyişəni düzəldək və for i hardan başlasın? Dostlar, L-bounddan istifadə edəcəm. Yəni L-bound və U-bounddan istifadə edəcəm. Ərreylərdə məşhur olan bir məsələdir. Yəni ilk indeks və son indeksini tapır və product range to U-bound, yəni eyni qaydada product range olmuş olsun. Dostlar, product range sadəcə 2 ölçülü olduğu üçün mən bunun əsas mənə birinci ölçüsü lazımdır. Yəni bu 1 to 3 yazılmışda həmin o lazım olduğu üçün mən bura 1 yazdım. Və bundan sonra dostlar, həmin range üzərində addımlaya mən nə iş görməliyəm? Baxın, əsas məsələ indi buradır. Mən burada dostlar, artıq deməli get daha doğrusu yəni nəticə olaraq mən bu məlumatların hər birini product ərreyində toplayacağam. Lakin o product ərreyi də sadəcə ID, sadəcə name və s. qəbul etmir. Düzdürmü? O həmçinin nə qəbul edir? Birbaşa obyektin özünü qəbul edir. O səbəbdən mən müvəqqəti olaraq bu yəni obyektləri bir yerdə toplayıb da ərreyi götürməyim üçün də bir dənə də bu şəkildə bir obyekt düzəltməyim daha yaxşıdır. Lakin dostlar, bu səfər nə fikir verin? Mən bu dim product'ı artıq dostlar, misal üçün birbaşa new sales product etmədim. Səbəbi var. Çünki biz ilk dəfə də dediyimiz kimi artıq bu produktın əlavə olunması bu for döngüsü içərisində baş verəcək. Yəni mən bu for döngüsünün içərisində bu məlumatı, deməli, obyekti yaradıb, ərreyin içərisinə daxil edib, elə orada da öldürməliyəm. Yəni, laf deyilsək, yəni bu produktı mən for döngüsü, bu şərtin içərisində, yəni bu döngünün içərisində istifadə edib, bunun içərisində də artıq yekunlaşdırdığım üçün, yəni əks təqdirdə bu product, sales product tipində olan product dəyişənin mənə bu for döngüsünün, deməli, kənarında mənə lazım deyil. O zaman, gəlin, for döngüsü başlayan anda set product deyək və buna as new sales product deyək. Və eyni qaydada set product bərabərdir nothing eləyək. Baxın dostlar, bu new ilə nothing arasında bu produktdan mən istifadə edəcəm. Baxın, for döngüsü döndüyü zaman yaranıb öləcəkdir. Yaranıb həmçinin də eləyəcək, öz-özünü deməli terminate etmiş olacaqdır. Və bu arada dostlar, artıq mən nə etməliyəm? Gəlin, produktın içərisini bir obyekt olaraq dolduraq. Və deyəcəm ki, product yəni vizlə və indivizlə və nöqtə para dostlar ID-sinə. ID-sinə nə olacaq dostlar? Artıq burada sales i yəni sətrində olan, sadəcə burada bir məsələ var ki dostlar, i sətri mənə yəni i dəyişəni mənə 1 qaytarır, çünki L-bound 1-dən başlayır da, amma mənim sətirlərim isə 2-dən başlayır. O səbəbdən bunu qarşılamaq üçün, yəni past 1 yazmağımız daha uyğundur və sütun nömrəsi olaraq hər iki 1 yazaq. Və digərlərini də dostlar, sürətli bir şəkildə doldururam. Sonra məlumatları bu şəkildə əlavə etdim. İndi, baxın dostlar, product yenidən üzərinə keçmək istəyirəm. Product, deməli, obyektin içərisinə sətir üzərində olan məlumatların hansı sıra-sıra yazılır və dostlar, ən sonunda isə özünü set product, yəni nothing eləyir. Lakin bu nothing etməmişdən öncə elə bizim əsas məqsədimiz, yəni bu product ərreyinin içərisinə birinci indeksinə, eyni indekslərə malikdir zaten, həmin bu produktın özünü əlavə etməliyik. Təbii ki, burada set yazmağımız daha münasibdir. Çünki obyektlərlə işlədiyimiz üçün. Və sonra set product bərabərdir, product deyirəm, məlumatlı product'a əlavə edirəm. Dostlar, bu şəkildə baxın, neçə dənə məlumat varsa səhifə üzərində, artıq bizim döngümüz döndükcə bu məlumatlar əlavə olacaqdır product'a. Sadəcə mənim artıq ən sonunda etməyim gerəkən nədir? Bu get all products'ı eyni qaydada geriyə products ilə geriyə qaytarır. Və təbii ki, dostlar, burada belə bir şey deyə bilərsiniz. Get all products necə ki, siz geriyə artıq get all products'a əlavə edirsiniz bu bütün məlumatları. Əslində, bu products'ın içərisində olan məlumatlar da artıq sizə lazım deyil. Belə baxanda onun özünü də erase products'da həmçinin deyə bilərsiniz. Bu şəkildə siz bunu, yəni artıq məlumat yığımından da yaddaşda qurtulmuş ola bilərsiniz. Tamam dostlar, əslində işimiz bundan ibarət idi. Gəlin, indi bunu daha bir yoxlamağa çalışırıq. Baxın dostlar, mən dim product demişəm. Yəni, burada artıq dim product vasitəsilə mən məlumatı götürəcəm. Yəni, məlumata bir request atacam, yəni get all deyəcəm. Lakin bunların hər birində təbii ki, mən harada saxlamalıyam? Bir dənə array daxilində deməli saxlamalıyam. Dostlar, dim product as deyək və geriyə nə qayıdır? Yəni, tip olaraq da sales product olsun. Təbii ki, array qayıdacağı üçün də array olmalıdır. Sadəcə nə qədər məlumat geri qayıdacağını bilmədiyimiz üçün bu şəkildə içərisini boş buraxırıq. Və dostlar, bundan sonra product deyəcəyik və product'ın özünə haradan
product dəyişənində, yəni product obyektindən get all products-ı götürəcək. Dostlar, gəlin bu hissəyə qədər yenidən S8 ilə addımlayaq. Baxırıq, gəlir dostlar, fikir verin, son sətr tapır, məlumatları əlavə edir, produktın özünü redeem edir. Həmçinin gəlir burada, baxın, product obyektini yaradır. Gəlin, bura qədər tez sürətlə keçək. Set, yəni produktı ərəyə əlavə edir, produktın özünü öldürür və bu prosesi dostlar toplamda 3 dəfə deməli təkrar etdikdən sonra, baxın dostlar, get all products-a yəni ötürür məlumatlarını, özünü silir və prosesi tamamlayır. Baxın dostlar, indi bu hissədə, sırf bu hissədə mən gəlirəm view bölməsində, locals bölməsində açıram deməli locals pəncərəsini və fikir verin dostlar, products ərliyinin içərisində baxın, mənə lazım olan bütün məlumatların hamısı baxın bu şəkildə bura toplanmış olacaq. Burada kiçik bir səhv eləmişik, mən indi onu gördüm. Fikir versəniz dostlar, biz geriyə 3 dənə dəyər qaytarmışıq, amma 4-cüsü də əslində burada nothing olaraq gəlibdir. Bunun əslində bir səbəbi var. Gəlin, yeri gəlmişkən onu da göstərim. Baxın, redeem products-da biz nə iş görmüşük? 1 to LR yazmışıq. Dostlar, LR nədir? LR əslində son sətirdir, düzdür? Son sətirdə nömrəsi 4-dür. Yəni, bizə əslində bu şəkildə yazdığımız zaman 1-dən 4-ə qədər yer ayırmış olur. Əslində, buna bu qədər ehtiyac yoxdur. 1-dən 3-ə qədər ayırması. Yəni, çox, bir əksik yazsa, Classroom-dan bizə 3 dənə yer ayırmış olacaqdır. Tamam. O səbəbdən gələk, yenidən yazmaq istəyirəm. F5 ilə klikləyək və locals pəncərəsində baxaq. Product'ın içərisində dostlar, toplamda 3 məhsulun hamısını da bu şəkildə görə bilərsiniz. Baxın dostlar, bu bizə nə qazandırdı? Yenidən göstərmək istəyirəm ki, bu bizə çox qısa kodlar vasitəsilə fikir versəniz, cədvəl üzərində olan bütün məlumatların hamısını artıq bizim kodumuzun daxilinə əlavə edir. Və bundan sonra yuxarıda etdiyimiz kimi, misal üçün, mən gedərəm, ikinci indeksdə olan həmin obyekti show edərəm. Görək həmin orada nə var. Və F5 kliklərlikdə həmin məhsulun adını bu şəkildə görə bilərsiniz. Baxın dostlar, product, yəni ümumiyyətlə class modul ilə işləmək əslində modulların daxilini, yəni necə sadə şəkildə kodlar vasitəsilə yeni prosesləri icra etməyimizə imkan yaradır. Yəni, bütün prosesin, işlərimizin hamısını yəni, obyektlər üzərində biz görmüş oluruq. Əks təqdirdə modulda isə daha qısa kodlardan istifadə edirik. Dostlar, bu da sizin üçün həm get all product, həmçinin də dostlar, sadəcə bir dənə bir product etmək ilə, yəni bu subprosedurlarla, daha doğrusu funksiyonlar vasitəsilə obyektdən necə istifadə etmək olar, ona aid müəyyən nümunələr idi. Dostlar, növbəti mövzu isə repository class anlayışıdır. Dostlar, əslində biz dərsin ilk hissəsində gördüyümüz bütün işlərin hər biri əslində bugünün əsas mövzusu olan repository class üçün bir hazırlıq idi. Hansı ki, məlumatların arraydə saxlanılması, array vasitəsilə geri onun dəyəri ötürülməsi və s. Yəni, bütün işlərin hamısı əslində class repository vasitəsilə idi. Yəni, daha sonra bunun üçün bir hazırlıq idi. Dostlar, class repository nədir? Əslində, class repository sözünün bir məna olaraq buna baxdığımız zaman əslində aşağı-yuxarı başa düşmək olur ki, burada bir repozitordan, bir ambardan söhbət gedir və burada nə ambarıdır? Klassın ambarıdır. Bizim əlimizdə hələ ki, hansı klass var? Bir product klassı var və bu product klassının bir ambarı olacaqdır. Dostlar, təbii, ambar dedikdə burada qəsdimiz nədir? Qəsdimiz odur ki, dostlar, biz necə ki, digər hansı ki, subprosedurlarda xatırlayırsınızsa nə edirdik? Məlumatları misal üçün get product eləyirdik və yaxud da ki get all product eləyirdik, fərq etməz. Onların hər birini bir arraydə saxlayırdıq. Dostlar, əslində bu işi biz fikir versənizsə hər bir subprosedur üçün ayrı-ayrı görürdük. Lakin dostlar, elə bir şey ola bilərmi ki, yəni mənim zaten bir dənə toplamda bir dənə ambarım olsun, və ya ki bir arrayim olsun, daha laf deyilsək və bu array vasitəsilə mən hər bir subprosedurda bunlardan istifadə edə bilim. Yəni ki, hər dəfə birə fərqli təyin eləməkdənsə elə bir dənəsi olsun, tamam, və o özündə bütün produktları ektiva etsin və bundan sonra da mən ondan rahat bir şəkildə istifadə edim. Baxın, dostlar, belə olduğu təqdirdə biz artıq yeni bir anlayış olan class repository anlayışı ilə artıq qarşılaşacağıq. Yaxşı, dostlar, class repository nədir, necə istifadə olunur? Gəlin baxaq. Aydın məsələdir ki, bir class olduğu üçün, dostlar, mən mütləq şəkildə bir dənə class əlavə edəcəm. Dostlar, bu classa bir ad verək. Adı elə bu şəkildə olur. Əksər vaxtda bu şəkildə adlandırma edirik ki, CLS, misal product repository.
Class product repository. Yəni ki, özünün əsas klassının arxasında bir repository sözü ilə əsasən ifadə olunacaqdır. Yaxşı dostlar, bunun içərisində nə olacaq? Çünki biz artıq bildik ki, yəni ki, hər bir class modulun bəzi komponentləri var. Memberlar, variable'ları, metodları, property'ləri və bunları keçməmiş, indi keçəcəyik. Yəni bunlar olur, bəs bunların hamısı da orada olacaq. Dostlar, cavabımız bəli. Əslində hamısı yerli, yəni özünə görə müəyyən səviyyədə istifadə olunur. Yaxşı, necə? Gəlin baxaq. Dostlar, class repository əslində dedik ki, bayaqlar dediyimiz kimi bizim bundan əsas gözləntimiz, bundan əsas məqsədimiz odur ki, biz burada necə ki, fərqli arraylər burada hər bir satır üçün yaradırıq, amma elə bir şey olsun ki, elə ortaq bir array olsun, yəni bir klassın içərisində bir array olsun və biz ondan birbaşa istifadə eləyək. Yəni ki, mən həmin klası çağıran kimi həmin o arrayin içərisində artıq mənim deməli öz produktlarının hər biri orada toplanmış olsun. Dostlar, o zaman gəlin, necə ki biz, baxın, burada member variable olaraq biz məlumatları, ya da sütun başlıqlarına yazmışdıqsa, integer tipli, string tipli, indi isə mən artıq sütun başlığı deyil də, mən product tipində, yəni product tipində olan məlumatları bunun içərisində toplamalıyam. O zaman dostlar, gəlin bir dənə hələ ki yox, birbaşa private yazacağım. Yəni artıq member variable-ın encapsulation qaydasına uyğun olaraq private yazdığını bilirik və M altdan xətt, nə olsun? Adı product olsun. Products. Tamam. Düzgün yazmadıq. Products. Bu dostlar M product olacaq. Təbii ki, bu bir arraydir. Təbii ki, dostlar, bu bir array olduğu üçün yəni iki mötərizəsini qoyuruq. Lakin yəni nə kimi bir array, yəni hansı ölçülərdə bir array olduğunu təbii ki də bilmirik. Və yaxşı, bu array içərisində nə saxlayacaq dostlar? Hansı tipdən olan dəyərləri saxlayacaqdır? Bu da CSS product tipində olacaq. Dostlar, baxın, class repository üçün əsas olan bir dənə arraydir. Bu arrayi siz tanımlayırsınız. Bundan sonra artıq, yəni bu member variable-dan artıq istifadə edə bilərik. Dostlar, məqsədimiz nə olacaqdır? Təbii ki də mənim məqsədim olur ki, mən bu class product repository-ni çağırdığım anda bu M-product'ın içərisində dostlar, bütün məlumatlar artıq hazır durmalıdır. Yaxşı, onun üçün gəlin belə bir şey deyək. Hələ ki, biz digər dördüncü komponentdən artıq hələ ki bilmirik. Mən istəyirəm ki, onu dördüncü komponentə niyə ehtiyacımız olur? Sırf bunun üzərində bir dənə case işləyək. Dostlar, bunu etməmişdən qabaq bir məlumat vermək istəyirəm, tam yeridir əslində. Fikir verilmişsə burada, bu CSS product yəni klassın içərisində biz müəyyən deməli metodlar yazmışıq. Add metodu, nə bilim burada var idi bayaqları show metodu, həmçinin burada get product metodları var, və həmçinin propertyləri və s. var. Bunların hamısı əslində normaldır. Nə mənada? Yəni ki, mən bir dənə məhsul əlavə edirəm. Misal üçün, bir dənə məhsul geriyə qaytarıram və yaxud da ki, dostlar, bir ədəd məhsulu deməli show edirəm. Bəs yaxşı dostlar, bu boyda metodun içərisində get all product adında function nə işi var? Yəni ki, mən bilirəm ki, CSS product bir dənə məhsulu ifadə edir. Yəni, bu doluq yerə bunun içərisində get all product-ın nə işi var? Dostlar, əslində bu qəbul olunan bir variant deyil. Yəni, ümumi olaraq beyanat bir təcrübəyə baxdığımız zaman bu get all products-ın product içərisində olması düzgün deyil. Sadəcə mən birinci hissədə təbii məsələni başa düşməyimiz baxımından bunun içərisində yazdım. Amma əslində dostlar, bu get all product, mən bunu artıq buradan çıxardıram. Bunu gətirib hara qoyacağam? Mənim yeni yaratdığım CSS product repository içərisinə bunu əlavə edəcəm. Çünki dostlar, mən artıq toplu şəkildə məlumatlarla class product repository içərisində deməli iş görəcəm. Mənə bir dənə dəyər lazımdırsa, məsəl üçün bir dənə hər hansı bir məhsulun məlumatı lazımdırsa, bəli, produktın özünə müraciət edə bilərəm. Lakin dostlar, mən artıq əgər birdən artıq dənə məlumatdan istifadə edirəmsə, yəni arraydən istifadə edirəmsə, artıq product repository-yə, anbarın özünə müraciət etməliyəm. ISO. O zaman dostlar, gəlin bu proseslərin artıq daha dəqiqini bir yazaq. Dostlar, burada public function, get all products və s. yazmışam. Gəlin ilk öncə bunu biraz dəyişdirək. İlk öncə mənə artıq dostlar, burada get all products lazım deyil. Əslində mənə nə lazımdır? M products-ın yəni içərisinə artıq doldurulmalıdır. Yəni ki, mən bunu artıq geriyə qaytarmıram. Artıq geri qaytarmağa ehtiyac yoxdur. Çünki mənə ilk öncə anbarın içərisində olmalıdır ki, mən anbardan onu götürə bilərəm. Bunun üçün artıq bu ilk öncə sub olacaqdır bərbaşdan.
Tamam. Geri heç bir dəyər qaytarmayacaqdır. Get all deməyək də. Buna misal üçün nə deyək? Set all products deyə bilərik dostlar. Set all products bu end productsa bütün məlumatları əlavə edəcəkdir. Dostlar, bütün əslində proses eyni gedir. Bütün proses eyni gedir. Sadəcə ən sonda mən artıq bu doldurulan məlumatların hamısını artıq productsa deyil də, get all productsa deyil də, artıq end productsın içərisinə əlavə edəcəm. Tamamdır dostlar. Bu şəkildə biz bunu tamamlaya bilərik. İndi təbii bu bir member variable olduğu üçün dostlar, bunun özünə xas da propertyləri də ola bilər. Həmin dostlar, mən istəyirəm ki, setə ehtiyac yoxdur, ki, nəsə bir set etmirik. Bir dənə burada public deməli property get nə olsun? Elə adlı productsın adında, products adında bir property yaradacaq. Dostlar, geriyə nə qaytarır? Elə as, CLS, product tipində bir array qaytaracaqdır. Bu productsın özünə bərabər eləyək bu member variable-ın özünü, yəni end products'ı əlavə edəcək. Dostlar, baxın, ilkin etapda CLS product repository'nin, yəni ümumi quruluşunu əlavə etmiş olduq. Gəlin indi bir bundan istifadə etməyə çalışaq. Bunun üçün dostlar, gəlirəm public sub test 5 deyək. Tamam. Yəni artıq mənim product ilə işim qalmadı. Çünki mən artıq məni maraqlandıran anbarın özüdür, yəni repozitorinin özüdür. Həmən deyirəm ki, dim belə bir şey yazaq. Dim product repository bəli. Dim product repository yazacağam. As bir, elə birbaşa new CLS product repository kimi. Və bu product repository'nin içərisindən dostlar, birinci bütün produktları set etmək istəyirəm. Tamam, set etdikdən sonra dostlar, artıq biz burada yenidən product repository və birbaşa bu produktın özünü çağıra bilərik. Dostlar, təbii bu array geri əlavə qaytaracaq üçün buna bir product mütərizəsini qoyaq və daha sonra isə buna bir indeks verə bilərik. Dostlar, bu yazı sizə tanış olmaya bilər. Burada biz product bir property olaraq geriyə array qaytarırıq. Bu array'in də içərisindən biz burada biri ala bilərik. Və dostlar, birinci indeksdə, product'ın birinci indeksdə duran dəyəri təbii ki də end-product deməli array'nin obyektləridir və birbaşa nöqtə show dediyimiz, yəni nöqtə dedikdən sonra artıq product klassında olan bütün metodları və s. artıq görə bilərik. Dostlar, baxın, fikir verirsinizsə, artıq biz hər dəfə yeni bir məlumat öyrəndikcə bizim metodlarımızın yazılış, deməli, hətta kod sayısı belə daha da qısala gedir. Daha da sadə kodları yaza gedirik. Baxın dostlar, artıq product repository set all products dedik. Yəni set all products dedikdə bu nə iş görür? Class product repository içərisində olan array'ə məlumatı əlavə edir və həmin o array'dən artıq biz götürərək istədiyimiz kimi istifadə edə bilərik. Dostlar, F5 düyməsinə, yəni run düyməsinə kliklədiyimiz anda, baxın dostlar, məlumatları çıxardır. Başqa bir indeks əlavə edək. F5 düyməsinə kliklədiyimiz zaman, baxın, hamısını çıxarmış olur. Dostlar, bu şəkildə siz birbaşa da istifadə edə bilərsiniz. Təbii ki, bu sizə bəzən sərf etməyə bilər. O mənada ki, siz bunu ayrıca bir array'də bunu görmək istəyə bilərsiniz. Yəni ki, mən burada fikir versinizsə, birbaşa array'in özünü çağırıb da, yəni show edirəm birbaşa, amma array'in özünü görmürəm da, yəni başqa cürə istifadə edə bilmirəm. Siz bunu bu şəkildə deyil də, elə birbaşa yəni array'i götürüb də ondan sonra da istifadə edə bilərsiniz. Yəni onu da göstərmək istəyirsiniz belə. Product deməli product array deyək, product array as bir təbii array olduğu üçün həmin əlavə edək as CLS product tipində olan, yəni product deməli obyektlərinin özündə ehtiva edən product array'ini yaratdım. Dostlar, bundan sonra baxın, burada biz product repository deyib də product'ı çağırmışıq. Bundan sonrasında artıq əslində ehtiyac yoxdur. Bunun product'ın özü bir property olduğu üçün və geriyə bir array qaytardığı üçün product deməli array bərabərdir product yaza bilərik. Dostlar, gəlin bu hissəyə qədər istəyirsiniz F8 ilə addımlayaq. Baxırıq, F8 kliklədiyimiz zaman və keçdiyimiz zaman aşağı doğru
Locals pəncərəsindən baxaq. Dostlar, baxın, products ərəyin içərisində baxın, bütün məlumatları artıq yığıbdır. Yəni ki, bu da o deməkdir ki, dostlar, yəni mən artıq bu ərəydə olan məlumatlardan istədiyim kimi əsas database ilə yəni hər hansı bir zərər vermədən, hər hansı bir zərər vermədən yəni mən bunu istifadə edə bilərəm. Dostlar, bu nöqtə dediyimiz zaman baxın, show deyəcəm. Yenidən bunu istifadə edək. F5 düyməsinə klikləyirəm. Baxın dostlar, bütün məlumatlar gələcəkdir. Təbii dostlar, burada həmən dəqiqə mən yenidən bir xatırlatma etmək istəyirəm ki, burada artıq biz product repository və s. kimi dəyişənləri artıq nasıl etməyimizdə fayda var. Çünki ayrıca yəni yükləməyə ehtiyac yoxdur. Çünki product-ı əriyin içərisində topladıqdan sonra artıq product repository ehtiyacımız qalmır. Zaten product repository'dan bizim əsas istifadə etdiyimiz məqam haradır? Sadəcə məlumatları götürdük. Götürəndən sonra artıq bizə ehtiyac yoxdur. Hətta daha dəqiq istifadədə dostlar, biz bunu bura deyil də, əslində bura yazmamız daha yaxşıdır. O yanda ki, mən məlumatları ərəyə götürdüm, artıq mənə həmin dəqiqə artıq lazım deyil. Biri var, ərəyi götürüm, ərəyi müəyyən səviyyədə istifadə edeyim, bəlkə də onun üzərindən hansı bir ağır bir iş gedəcəkdir və s. Həmin dəqiqə yəni yüklənməyinə gərək yoxdur. Hətta və hətta istifadə etməmişdən qabaq da yəni bu şəkildə boşalda bilərsiniz. Dostlar, baxın, F5 düyməsini kliklədiyimdə hər şey qaydasında davam edəcəkdir. Dostlar, bu da class repository, yəni daha doğrusu class repository ilə bağlı olan müəyyən ilkin məsələlər idi. Və istəyirəm ki, artıq bugünün əsas sonuncu mövzusuna baxaq və bu da class repository ilə bağlı bir məsələdir. Hansı ki, dostlar, fikir versəniz, biz bayaqlar bir kod yazmışdıq. Yəni, bunları geri qaytaracağım. Hansı ki, birbaşa mən burada çağırırdım. Products deyirdim, birbaşa daha sonra isə bir nöqtə show dedim, düzdürmü? Və bunun vasitəsilə məlumatlarımızı gətirdik. İndi isə dostlar, belə bir məsələ eləyəcək ki, mən fikir versənizsə, burada set all products deyirəm. Tamam, o set all products, fikir versənizsə, mənim bu set all-dan əsas məqsədim, yəni gözləntim nədir? Belə baxdığımız zaman, yəni sadəcə sales product-ın içərisində olan member value-la sadəcə məlumatları əlavə eləsin, sonra mən məlumatları götürüm və istifadə edeyim istədiyim kimi. Yəni, mən hər dəfə bunu etməyə məcburam. Elə bir şey yoxdurmu ki, bunu zaten mən onsuz da istifadə edirəm də, product repository'nin obyektini yaradan kimi bu getsin elə birbaşa set all eləsin və onun içərisində doldursun. Yəni, hər dəfə bunu etməyim, tamam. Və siyasi belə bir şey varmı, ola bilərmi? Baxın, bu anda mən artıq ötürü faylını göstərmək istəyirəm. Sonuncu bizim komponentimiz olan class initialize-dan istifadə edəcək. Dostlar, class repository-yə gəlirəm və product repository-yə baxın dostlar, yuxarıda general bölməsindən class-ı seçdiyim anda default olaraq baxın mənə nəyi verdi? Class initialize-ı vermiş oldu. Dostlar, class initialize var. Bir də bunun bir başqa növü terminate də var. İndi ona danışacağıq. Dostlar, class initialize o deməkdir ki, bu class obyekti, classın obyekti yaradıldığı anda avtomatik olaraq işə düşən bir metoddur. Yəni ki, baxın dostlar, indi fikir verin. Mən buranın içərisində az bir debug.print bərabərdir message box, daha doğrusu bir test yazacağım. Hətta test yox, object create yazacağım. Dostlar, indi fikir verin, E8 ilə adımlayaq. Təbii bu şəkildə bunu görməyəcək. Mən istəyirəm ki, bunu bu şəkildə deyil artıq, new ilə deyil də bu tip məsələlərdə class initialize istifadə etmək istəyirsə, artıq setdən istifadə etməyimiz daha düzgündür və new CSS deyəcəm. CSS product deyək, bu şəkildə class initialize artıq işləyəcəkdir. Elə bu yeri gəlmişkən bunu da deyim ki, as new ilə bunu işlətmək mümkün deyil. Yəni, ən azından set product etmək daha düzgün olacaqdır. Və dostlar, F8 ilə adımlayaq. Baxın dostlar, product repository deməli dəyişəni yaranıbdır. İndi isə obyektini üzərinə set etdiyimiz zaman təbii burada sales product yazmaq düzgün deyil. Sales product repository yazacaq. Yenidən sales set product repository etdiyimiz zaman, baxın dostlar, birbaşa hərəkətli class initialize-ə keçmiş oldu. Və dostlar, bundan sonra bu metod çalışdıqdan sonra artıq digər məsələlərə keçə bilər. Baxın dostlar, bunun artıq avtomatik bir şəkildə işə düşməyi bizə onu verir ki, biz avtomatik olaraq hər zaman bu obyekt yaranarkən, bu klasın obyekti yaranarkən onsuz da edilməsi gərəkən işləri biz burada görə bilərik. Misal üçün, onlardan biri nədir? Yerindəcə bunu göstərir. Baxın, set all product-ı biz onsuz da hər dəfə çağırırıq. Bunu hər dəfə çağırmağa ehtiyac olmasın. Neyəyək? Bunun əvəzinə
Mən bunu birbaşa private edəcəm, artıq bu bizə lazım deyil. Elə class initializer içərisində set all products-ı çağıracam. Baxın dostlar, artıq bu set all products-ı buradan silirəm. Tamam, gəlirəm F8 ilə adımlayıram. Baxın dostlar, set dediyim zaman class initializer işə düşür, set all products-ı deməli yazır, M products-ın içərisinə toplayır və daha sonra isə bizim istədiyimiz məlumatı verəcəkdir. Dostlar, fikir verdiniz, bir sətr koddan da eyni qaydada artıq qurulmuş olduq. Bu da dostlar, class initializer ilə bağlı məsələ idi. Eynisini mən termination üçün də göstərmək istəyirəm. Bəs yaxşı, termination nədir? Gəlin ona baxaq. Terminate nədir? Ona baxaq. Dostlar, necə ki, bir class yarandığı anda class initializer metodu işə düşür. Eyni qaydada yəni VBA yaddaşdan, kompüterin yaddaşından yaranan obyekti silə də bilir. Təbii ki, hansı ki, biz burada nasıl etdiyimiz kimi classın yəni obyektləri də silə bilir. Bəs yaxşı, sildiyi anda yəni nə işə düşür, nə hadisələr baş verə bilər? Baxın, onu da əslində biz idarə edə bilərik. Xüsusilə dostlar, elə bu repository klassları üçün yəni istifadə olunan bir metoddur, bu termination metodu. Və burada fikir versəniz, bu class, yəni product repository klası, yəni öz içərisində nəyi saxlayır? Array-i saxlayır. Və array-dən sadəcə biz nə kimi istifadə edirik dostlar? Yəni ki, bu məlumatı götürürük və onu istifadə edib, ondan sonra da artıq bizə əslində lazım deyil. Yəni ki, bu yaddaşda qalmamalıdır. Düzün, burada biz gəlib də əgər bu class terminate içərisində dostlar, bu M products-ın özünü erase edib də təmizləyə bilərik. Baxın dostlar, class yarananda tüm məlumatlar toplanır. Bu array içərisinə terminate olanda isə nə baş verir? Həmin array-dən təmizləmiş olur. Yəni tərtəmiz bir necə deyirlər, iş görmüş olacaqdır. Dostlar, gəlin birinci ilə F8-də adımlayaq. Birinci nə edir? Initialize edir. F5-i klikləyirəm, işini necə deyirlər, görür, yəni ki, məlumatları əlavə edir. Baxın dostlar, set product repository nasıl dediyimiz anda nə baş verir? Class terminate deyir. Bu array-in də içərisini boşaldır və çıxacaqdır. Dostlar, burada bir məsələni yenidən göstərmək istəyirəm. Bəlkə də sizdə sual yarana bilər ki, bəs yaxşı, bu nassingə gəlib çıxana qədər görəsən M-product'ın içərisi boşaldılmırmı? Yəni, biz həqiqətən bunu özümüzə ehtiyac var mı? Burada yəni boşaltmağa. Baxın, gəlin baxaq. Dostlar, F5 ilə adımlayıram. Hətta burada, təbii ki də, locals pəncərəsində açaq. Dostlar, fikir verin indi, nassing üzərində adımlayanda gəlir class termination üzərinə. Mini içərisini açıram. Baxın dostlar, M-product'ın içərisi, baxın, tam şəkildə doludur. Və bunu M-product'ı sildiyim anda nə baş verir dostlar? Baxın, içərisi tamamilə erase olmuş, boşalmış oldu. Yəni ki, bütün məlumatların hamısını yaddaşdan sildi və bu şəkildə biz daha optimal bir yaddaş istifadəsinə də baxa bildik. Və dostlar, bu şəkildə həm class initialize-dan, həm termination-dan istifadə etdik. Ümumiyyətlə, class repository dostlar nə işə yarayır? Ümumi olaraq baxmağa çalışdıq və bundan sonra dərsin növbəti hissəsində artıq mən istəyirəm ki, kiçik bəzi nümunələrə baxaq. Dostlar, bu şəkildə bir nümunə üzərində işləməyə çalışaq. Hansı ki, biz product klassının içərisində get product adında bir metod yaratmışdıq. Hansı ki, bu get product metodu yəni sətir nömrəsinə əsasən bizə məlumat gətirirdi. Dostlar, lakin bu səfər belə bir iş görək. Biz sətir nömrəsini görə deyil də, çünki biz hansı sətirdə nə olduğunu təbii ki, database görə bilmərik. Onun əvəzinə, misal üçün, ID-yə əsasən bir obyekti o bizə geriyə return etsin. Bu şəkildə bir metodu yazmaq üçün artıq biz bütöv bir produktlar üzərində artıq gəzib də, yəni hamısı üzərində bir scan edib, onları axtarıb, onların içərisindən tapdığımız üçün biz bunu mütləq şəkildə repository klassının içərisində etməliyik. Yaxşı dostlar, o zaman gəlin eyni qaydada, burada olan bu get product'ı da eyni qaydada buradan artıq təmizləyirəm. Bayaqlara olduğu kimi, get olduğu kimi burada sadəcə ancaq əl və show metodu qalsın və product repository içərisində gəlirəm yazmağa. Dostlar, metodum bu şəkildə olacaq ki, public, deməli təbii ki, geriyə bir return dəyər, yəni geriyə hər hansı bir obyekti qaytaracağı üçün, hər hansı bir dəyər qaytaracağı üçün bu mütləq şəkildə mənim üçün function olmalıdır. Metodumun adı bu şəkildə olsun dostlar. Deməli, get product by ID. Dostlar, get product by ID əlbəttə ki, geriyə get all-da olduğu kimi bir neçə dənə, yəni get all-da olduğu kimi bir neçə dənə dəyəri belə qaytarmır. Onun əvəzinə, yəni bir ədəd deməli metod geriyə, daha doğrusu bir ədəd obyekt geriyə qaytaracaqdır və as cls, bu da nə metod olacaqdır bizim üçün? As cls product metodu.
Dostlar, nə iş görməlidir? İlk öncə əlimizdə nəyimiz var? Bizim array'imiz var. Artıq biz bayaqki hissədən bilirik ki, set all products, yəni bu class yaradıldığı zaman bütün məlumatların hər biri bura toplanılır. Bax, elə həmin o m products'ın içərisindən dostlar biz axtarış eləyə bilərik. Dostlar, axtarış etmək dedikdə nə iş görəcək? Yəni ki, o array üzərində adlanıyıb da ID-si, yəni bizim göndərəcəyimiz, birazdan göndərəcəyimiz ID əgər bərabərdirsə. Dostlar, dim as bir integer tipli dim deməli as integer tipli bir iterasiya üçün bir dəyər yaradaq. Və dostlar, yeri gəlmişkən burada da unutmayaq, get product by ID demişik, yəni ID əsasən. Elə biz bu ID-nin də nə olduğunu birbaşa bu şəkildə as bir integer olaraq almağa çalışaq. Tamam, dim as integer dedik və başlayaq bu bizim əsas member variable üzərində, əsas array üzərində adlanmağa və L-bound deyəcəm. L-bound dostlar, burada təbii ki bizim m altdan xətt products olacaqdır və hara qədər davam eləsin? To, deməli u bound m products-a qədər davam etsin. Və next deyəcəyik təbii ki də. Və dostlar, burada artıq öz şərtimizi yaza bilərik. Yəni deyə bilərik ki, if əgər mənim göndərdiyim ID bərabərdirsə m altdan xətt products-ın ininci dəyəri. Dostlar, m products-ın ininci dəyəri o deməkdir ki, yəni onun içərisində nələr var? Product obyektləri var. Mən təbii ki, normal olaraq bunun nöqtəsini kliklədiyimiz zaman, baxın, buradakı ID property-sini də həmçinin görə bilərəm. Dostlar, then deyəcəm və end if deyəcəm. Dostlar, bu tapdığı anda nə iş görməlidir? Əslində get product by ID artıq geriyə return edilməlidir. Yəni bunu ən qısa şəkildə yazmağa çalışaq. Baxın dostlar, burada yazıldığı anda get product by ID deyəcəm. Elə m altdan xətt products deməli array'nin ininci dəyərini bu get product by ID-yə neyəsin? Set etmiş olsun. Dostlar, bundan sonra artıq bu döngüyə ehtiyac varmı? Yəni bu döngü dönməlidirmi? Əslində yox. Dostlar, hətta bu döngü yox. Ümumiyyətlə bu yəni function artıq bizə ehtiyac olmayacaq. Çünki burada artıq mən məlumatı tapdığım üçün ümumiyyətlə bu funksionu tərk etməliyim. Dostlar, o zaman gəlin burada birbaşa exit function yazaq. Dostlar, fərz edək ki, bizim göndərdiyimiz ID-yə əsasən heç bir dəyər tapmadıq anda da dostlar bu şəkildə get deməli product by ID funksionu birbaşa elə nothing-ə bərabər olsun. Dostlar, əslində bunu yazmağa ehtiyac yoxdur. Yenə də yazıram ki, hətta gözümüzün qarşısında dursun ki, hər hansı bir məlumat tapılmayanda bu for döngüsü normal şəkildə davam edib də exit funksionu görməyəndə gəlib də buradan set get product by ID-ni də burada nothing olaraq təyin etsin. Baxın dostlar, əslində funksiyamız bundan ibarətdir. Gəlin indi həmçinin bunu da yoxlamağa çalışaq. Public sub test 6 deyək. Və bizə nə lazımdır dostlar? Təbii ki də mütləq şəkildə bin product repository lazımdır. Dostlar, product repository içərisindən gəlin belə bir şey. Product repository nöqtə. Dostlar, fikir verin, birbaşa product'ın özünə çata bilirik. Yuxarıda olduğu kimi. Lakin dostlar, biz artıq məqsədimiz nədir? Mən bunu istəmirəm təbii ki. Birbaşa artıq productların hamısını istəmirəm. Onun əvəzinə get product by ID deyəcəm. Və ID olaraq tutaq ki, dostlar, mən onu göndərəcəm 1. Nəticə olaraq dostlar, bu bizə geriyə nə qaytaracaqdır? Eyni qaydada CSS product, yəni product tipində olan bir obyekt qaytaracaqdır. Elə qaytaracağı üçün də mən birbaşa burada nöqtə klikləsəm, baxın dostlar, bütün hər bir metodlarına və propertilərinə çata bilirəm. Və dostlar, burada mən birbaşa show yəni birbaşa show etsəm, görək bizə geriyə nə qaytaracaqdır. Və unutmadan təbii ki də nothing-i də bura yazaq. Və dostlar, gəlin F8-ə ilk öncə addımlayaq. Baxın, F8 bayaq olduğu kimi class initialize edir, öz işini deməli tamamlayır və daha sonra product repository get product by ID-ni çağıracaqdır. Dostlar, baxın, bu array içərisində dönür, m ID-ni götürür. Əgər bir-birinə bərabərdirsə, baxın dostlar, get product ID-ni m products-dan gələn dəyərli ilə qarşılaşdırdı və onun içərisinə əlavə etdi. Hətta biz view locals pəncərəsində bu işə baxası olsaq, baxın dostlar, get product by ID-nin içərisində bir nömrəli ID, yəni kateqoriyası full olan və məhsulun adı bird olan həmin o dəyəri, həmin obyekti artıq götürübdür və exit function eləyir, ümumi olaraq çıxır. Daha sonra bu da bitən kimi nə başlayır dostlar? Artıq bir ədəd obyektin show metodu başlayır. Fikir verin dostlar, biz yuxarıda bir neçə də ədəd götürmüşdük, yəni daha doğrusu obyekti götürmüşdük və onların içərisindən birini götürdük. Eyni qaydada burada da bir ədəd obyekti tapıb da yenə eyni qaydada product klassında olan show metodunu çağırırıq.
Və dostlar, bundan sonra artıq bildiyimiz məsələdir. Və hamısı da debug olaraq bizim immediate pəncərəsində çıxacaqdır. Başqasını yoxlayaq dostlar. Bura həmçinin 2 yazaq və bundan sonra dostlar run düyməsinə kliklədiyimiz zaman artıq immediate pəncərəsində bunları görə bilərik. Dostlar, baxın, bu isə düşünürük ki, yəni daha professional bir variantdır. Həqiqətən də yəni real caselərdə, real proyektlərdə də biz artıq sətir nömrəsi, indeks nömrəsinə əsasən nəsə məlumat yəni çapa vermirik. Yəni və ya ki, çapa vermək olmasın, ümumiyyətlə nəsə məlumat email edib və ya aparıb gətirmirik. Yəni bunun əvəzinə sırf biz ID-lər vasitəsilə, yəni unik olan dəyərlər vasitəsilə bu əməliyyatları icra edəcəyik. Dostlar, bugünkü dərsimiz ümumi olaraq bundan ibarət idi. Bu günləri nə keçdik? Artıq biz bilirik ki, class repository adında bir class anlayışı var. Bu class repository əsas klassın, yəni ki, misal üçün bizim case'də olduğu kimi product repository deyil isə product obyektlərini, produktların hamısının ümumi bir ambarı, ümumi bir qutusu kimi başa düşülür və bütün məlumatlar burada toplanılır. Dostlar, bu məlumatları toplamaq üçün də biz müəyyən metodlardan istifadə etdik. Hətta bu metodları istifadə etmək üçün və çağırmaq üçün də biz artıq əlavə nəsə bir iş görmürük. Birbaşa classın 4-cü komponenti olan class initialize və class terminate deməli metodlarından da istifadə edirik. Hansı ki, class initialize obyekt yaranarkən işə düşən metod idi. Terminate isə class artıq yaddaşdan silinərkən deməli işə düşən metod sayılırdı. Və həmçinin burada dostlar biz get product by ID olaraq yəni bir məsələyə baxdıq, yəni bir metoda baxdıq. Bunun da əslində önəmli bir yəni tərəfi var. Bunu bu dərsdə dedim. Təbii ki, gələn dərslərdə də artıq yəni bu və digər metodlara da həmçinin baxıb bir case üzərindən yəni dərslərimizə davam edəcəyik. Dostlar, bugünkü dərsimiz bu qədər. Gələn dərsdə görüşənədək.